Paytaxtda baxımsız binalar hər gün üçün təhlükədir. Belə tikililərdən biri Amay Ticarət Mərkəzinin binasıdır. Onlarla obyektin fəaliyyət göstərdiyi bu binanın dağılmış vəziyyəti ilə bağlı tədbir görülmür. Üstü bəzək, altı təzək olan bu bina Amay Ticarət Mərkəzinin binasıdır. Binanın altında bir neçə dövlət əhəmiyyətli müəssisə də fəaliyyət göstərir. Yəni insanların sıx istifadə etdiyi ərazilərdən biridir, amma binanın baxımsızlıqdan günü-gündən dağılması ətrafından keçənlər üçün də təhlükə yaradır. Binanın fasadı və damı qəzalı vəziyyətdədir. Yaxınlıqdan keçənlər üçün potensial ölüm mənbəyidir desək yalan olmaz. Digər tərəfində isə təmir işləri gedir. Oradan qopan daş kəsək dəfələrlə yaxınlıqdakı dayanacaqda maşınların üstünə düşüb. Hətta ölümün bir addımlığından qayıdanlar da olub. Bir hissəsi maşının və bir hissəsi isə yoldan keçən, belə deyək də, bir vətəndaşın çiynini yaraladı. Yəni hardasa vətəndaşı ölümdən bir neçə saniyə ayırdı. Yəni 5-10 saniyə tez geçsəydi daha kritik bir situasiya ilə qarşı-qarşıya qala bilərdi. Faktiki də yəni gördüyünüz kimi binanın fasadı demək olar ki, çox bərbad vəziyyətdədir, yararsız vəziyyətdədir. Burada binanın birinci mərtəbələrində müxtəlif obyektlər fəaliyyət göstərsə də digər mərtəbələri sanki tərk edilmiş məkana bənzəyir. Hər yer uçuq sökük və zülmət içindədir. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Sən demə binaya hələ aylar öncə baxış keçirilib və qəzalı olması barədə rəy verilib. Qeyd olunan obyektdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən 2023-cü ilin yanvar ayında baxış keçirilib. Baxış zamanı müəyyən olunub ki, binanın üzlük ağlay daşları qoparaq piyadaların yoluna tökülür. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq akt tərtib olunub, sahibkara və aidiyyət üzrə ünvanlanıb. Məsələ ilə bağlı holdingin rəhbəri ilə də əlaqə saxladıq. Müsahibə vermək istəməsə də şifahi olaraq bildirdi ki, təmir-tikinti işlərinin aparılması üçün xeyli miqdarda vəsait tələb olunur və bunu qarşılamaq onun imkanı xaricindədir. Binadakı obyekt sahibləri isə vəsait toplamaqda maraqlı deyil. Belə, görünür hələlik binaya əncam çəkən yoxdur. Ümid edək ki, sahibkarın binaya sahib çıxmaması kiminsə həyatı bahasına başa gəlməz. Elmira Seyfəddin qızı Rizvan Əkbərli, İTV Xəbər.